Dediyim kimi hal-hazırda şəhid ataları gəlməkdədir. Şəhadətin mübarək eləsin. 5-ci il dönümüdür. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məkanlarında cənnət eləsin. Çox sağ ol, var ol, qarşında baş əyib. Allah cəm şəhidlərimizə rəhmət eləsin, ruhlar şad olsun, məkanlar cənnət olsun. Qazilərimizə can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Siz də sağ olun ki, çəkmişsiniz. Qarşında baş əyib. Niyaz buyur. Allah cəm şəhidlərə rəhmət eləsin. Bütün şəhidlərimizin bu günlərə qədər şəhadətlər var, şəhadətdən mübarək olsun. Allah İmam Hüseyin ağadan ayı salmasın. Bütün şəhidlərimizin ruhlarını bizə dua çıxarır. Qarşında baş əyib. Mürvət kişi buyur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah sənə də kömək olsun. Allah İmam Hüseyindən Hayri salma. ayrı salmasın. Var olasın. Gözəl, dəyərli, qəhrəman atalar. Bax, bu gün Azərbaycan rahat, sərbəst azadlığımız burada oturan kişilərə borcluq. Vallahi, övladlar, ağam, aciz elə dünya malından götürəndə, birinin bir nəyisə itəndə, inansan o necə, o vəziyyətə. Ancaq bu gün bu kişilər övladların qurban verib, and olsun Allah. Heç bir əziyyət yoxdur. Allah köməyiniz olsun. Borcumdur. Bax, belə kişilərin başına fırlanaq, belə kişilərə hörmətlə yanaşaq, belə kişilərə hər yerdə yaşıl işıqdır. Azərbaycan üçrəyli bayrağını tutar. Dəyişənlər var, yaxşı kişilərdir, cavan. Onlar da Allah rəhmət eləsin. Amin, amin. Var olasın, var olasın. Evin yeganə övladın qurban verən atadır, bax. Var olasın. Allah hər üçsüzə, bax, burada da qəhrəman atalar var. Can sağlığı versin. Vallahi sizlərlə Azərbaycan fəxr eləyir. Qarşısa baş əyir. Buyurun. Hal-hazırda şəhidimizin 5-ci il dönümünə gəlməkdə ziyarətə gələnlərin sayı artır və bu gün də qəhrəman şəhidimizin ocağında böyük bir izdiham yaşanacaq. Çünki vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin ocağını ziyarət etmək hər bir Azərbaycanın borcudur. Ağsaqqallar, gələn ayaqlarınız var olsun. Bu gün vətən uğrunda canından keçən qəhrəman şəhidimiz Elməddin qardaşımızın ocağındayıq. Bax, bu gün rahat, sərbəst azadlığımız qəhrəman şəhidlərə borcluyuq. Buyur, istəyərdi bir iki kəlmə deyək. Allah rəhmət eləsin. Allah o gün bir də göstərməsin bu ailəyə, elimizə, uvamıza. Allah rəhmət eləsin. Çox sağ ol, buyur. Allah rəhmət eləsin. Bütün şəhidlərə Allah. Qazilərimizə can sağlığı. Var olasın. Buyur. Allah rəhmət eləsin. Dünyalarını versin. Allah Teala canı sağ eləsin. Ölkəmizi həmişə əmin-amanlıq olsun. Amin. Bəli, bu gün 1-ci Qarabağ müharibəsindən şücaət göstərən qəhrəmanlarımızdan burada iştirak edir. Torbaların 80%-ni qoruyub saxlayan, silahın olmayan dövründə sinələrin qarşıya verən igidlərimizdən də biri qurban oldu. Elə ilk sözü də onlardan da götürək. Buyur. Salam, hər vaxt. Allah can salamat eləsin. Həmişə vətənpərvərliyinlə nümunə olubsan, bilə sualı gənclərə. Allah can salamat eləsin. Biz də bu günləri həmi əzizimiz, şəhid olmuşuz. Bu gün Gülvəyə atanın, övladının şəhid olduğu gündür. Allah Gülvəyə can sağlığı versin. Bu gün həm də paralel olaraq Ziyəddin balanın şəhid olduğu gündür. Kəmi şəhidlərlə Allah rəhmət eləsin, vətən sağ olsun. Var ol qurban. Allah sizi var etsin, qarşında baş əyir. Qurban ol, bizim sədir. Qarabağ vətənlər birliğine sədir. Özdə döyüşür. Yaxşı iştirak edir və rəhbəri ilə yaxşı aparır. Bütün şəhid ocaqlarını və Allah şəhidimizə Çox sağ ol, var ol. Buyur, Ağsaqqal. Şəhidimizin qəbir ziyarəti yapılsın. Var olsun. Buyur, müəllim. Allah rəhmət eləsin, Allah valideynlərini səbir eləsin, şəhidlərimizin təxtimizi, Allah bütün şəhidlərimizin sağ olsun. Var olsun. Allah rəhmət eləsin. Sonra Quran xəstə olmadan şəhid. Buyur, qardaş. Allah rəhmət eləsin. Var olasın. Vallahi cəm şəhidlərimizlə. Həkim oturan kimi həkimdən bir dənə dərhal söz götürür. Həkim buyur. Sağ olasın. Allah razı olsun. Allah köməyin olsun. Sən də 5 il şəhidlərin yanındasan. Allah sənə razı olsun.
Şəhidin hörmətini bildirən oğlum 5-ci il döndü. Allah şəhadətini mübarək eləsin. Bugünkü günə bir şəhid il döndü. Allah şəhadətini mübarək olsun. Mübarək olsun. Sağ olun, səndən razı olsun. Bismillahirrahmanirrahim. Var olasın. Allah ona rəhmət eləsin, övladını da sağ-salamat ev versin. Muhammed oğlu Muhammed Cemal'ın salavat. Salavat. Güzel meclisdeyiz. Herkesten öz ata-anasına, envatına, hakkı boyunduranların da ruhuna salavat. İstirahat ruhlarının şadlığına bir salavat zikredin. Dedim Arif'in danlağından götürdüm. Sen get günündə. Salavatlarımızdan da güzel, değerli, kabul olunmasından ötürü yine de Peygamber oğlu, Peygamber gül cemalına salavat.